Ona görə də uşaqların tez erkən yaşda ərə verməyindən bir ailə var idi. Bir neçə ailə var və xüsusən bir ailə hətta gözümün önündədir. Ata-ana gəlib əyləşiblər, bizə məsləhət istəyirdilər ki, biz bu qızın qarşısını ala bilmirik. Neyniyək? Qızın neçə yaşı var? 16 yaşı var. Ailə qurmaq istəyir. Ailə qurmaq, bəli. Yəni hətta məktəbdən çıxardıblar. Hətta niyə? Çünki başqa məsələn müəyyən narahatçılıq yaratdığına görə o bir misal var. Problemli uşaqdır da. Problemli uşaq. Zəncir deyə bağlamışam ayağıma. Bir ayağını ona, bir ayağını özümə bağlamışam, otuzdurmuşam məcazi mənada. Yəni evdən çölə buraxın, məni yol göstərin. Araşdırıram ki, araşdıranda bunlar uşaqla geyim tərzindən tutmuş, danışıq, rəftar, uşaqda ailədə olan əxlaq tərzi yaxşıdır. Pis deyil, amma uşağı o qədər fiziksal böyüdüblər ki, uşağı o qədər yaşından böyük böyüdüblər ki, artıq uşağın bədəni oyanıb, üzr istəyirəm, uşağın bədəni fiziksal olaraq oyanıb, amma bir misal gətirim də, insan acanda neyniyər? Bir reklam var deyə deyir, az olanda sən o sən deyilsən. Əslində böyük həqiqət var bu sözdə. Yəni uşaq artıq özünü belə deyib də 20 yaşlarındakı kimi hiss edir. İnsan ac olanda neyniyər? Qarşısına halal, haram, düz, haqq, haqsız nə çıxsa yeyəcək. Niyə? Öz bədənini xilas eləsin. İnsanın nəfsi şəhvani istəyi var. İnsanın nəfsi şəhvani istəyi nə qədər acsa, o qarşındakını üzr istəyir. Köpüsünü basıb yiyəcək. Hər nə olsa ağına qarasına baxmayacaq. O qarşındakı nəfsi doyuzdurmaq üçün. Ona görə də o insanlar, o ailələr, bir çox ailələr uşaqlarını tez oyadırlar. Yenə təkrar edirəm. Üçüncü dəfə, bax bu sözü təkrar edirəm. Baxın, ad günündə, toyda, nişanda uşaqlarınızı, övladlarınızı, xüsusən qız uşaqlarınızı yaşından böyük geyindirməyin. Məktəblərdə hətta qısıq gödəkçə geyindirməyin. Niyə? Baxın, indi keçirəm oğlan tərəfə. O qızları ki, o həd yaşından böyük geyindirirsə, amma oğlanların da bir nəfsani, şəhvani istəyi var. Özə xüsusən yeniyetmə uşaqların, oğlanların böyük bir nəfsani istəyi var. Gedirlər, xalqın qızını qaçırdırlar, 3 gün, 5 gün, bəyəxud bu kimi şeylər hər bir şey yəni insanın... Yəni qız yaşından artıq görünür. Yaşından artıq görünür, səbəbkar olurlar. Ondan sonra gəlir əlim vurur dizinə ki, mən neyniyim ki, mən övladımın qarşısına... Çox doğru, üzr istəyirəm, çox üzr istəyirəm.